Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda hazırlanması çox asan olan tez 10-15 dəqiqəyə qatıqlı xəmirlə hazırlayıb sobada bişirə biləcəyiniz dadlı qurabiyələr hazırlamışam. Buna peçeni də demək olar. Çox yaxşı da alınıb və bunun hazırlanma qaydasını sizinlə paylaşıram. İndi keçək hazırlanmasına. Xəmir üçün 2 ədəd yumurta sındırmışam. Bir bütöv, bir yumurtanın ağını xəmirə qatıram, sarısının üstü üçün ayırmışam. 1 çimdik duz, 1 stəkan şəkər tozu əlavə edib, bunları əvvəlcə yaxşı-yaxşı qarışdırıram. Qarışdırandan sonra üzərinə 5 xörək qaşığı bitki yağı əlavə edirəm. 1 paket şəkərli vanil. Bunları da çırpma teli ilə biraz qarışdırıram. Qarışdırandan sonra qabı qoyuram bir kənara. 200 qram qatıq götürmüşəm. Qatığın üzərinə 1 çay qaşığı soda əlavə edirəm. Qarışdırıram. Sodanı qatıqda söndürürəm. Qatığın üstü köpüklənəndən sonra videoda gördüyünüz kimi belə olduqda qatıqlı qarışımı hazırladığım qarışımın üstünə əlavə edirəm. Bunları da biraz qarışdırıram. Qaba un tökürəm. Unu apardığı qədər istifadə eləyəcəm. Əvvəlcə spatula ilə qarışdırıram. Artıq çətin olduqda əlimlə qarışdırıb xəmir yoğururam. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Amma unun ölçüsü markasına görə, bir də yumurtaların ölçüsünə görə dəyişə bilər. Az ya da çox ola bilər. Ona görə unu az-az töküb xəmiri yoğururam. Belə bir xəmir alınır. Xəmiri un səpdiyim masanın üstünə yerləşdirirəm. Xəmir kəsəndən 4 bərabər hissəyə bölürəm. Xəmiri kündələmirəm. Kəsdiyim 3 parçanı bir kənara qoyuram. Xəmir parçalarından birini götürüb əlimlə yuvarlayıb uzunsov şəkil verirəm. Masanın üstündə də çox rahatlıqla yuvarlayıb uzunsov şəkil vermək olur. Xəmiri uzatdıqdan sonra belə bir kəsən alətlə 3 xəmiri doğrayıram. 3 barmaq ində sonacan doğrayıram. Siz istədiyiniz ölçüdə doğraya bilərsiniz. Hamısını eyni qaydada uzunsov şəkil verib doğrayıram. Doğradığım xəmir parçalarını yağlı kağız sərdiyim formaya düzmüşəm. Ayırmış olduğum yumurta sarısını xəmir parçaların üstünə çəkirəm. Hamısını yaxşı-yaxşı yumurta sarısı çəkirəm. Qurabiyənin reseptini videomun açıqlama bölümündə qeyd etmişəm. Sonda 1 xörək qaşığı şəkər tozu götürmüşəm. Üzərinə yarım çay qaşığı darçın əlavə edirəm. Bunları qarışdırıram. Qarışdırandan sonra qurabiyələrin üstünə sərpişdirirəm hamısına. Yaxşı-yaxşı şəkərli darçınla qurabiyələrin üstünə əlavə edirəm. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə bişirirəm. Qurabiyələr artıq bişdi. Sobadan çıxartmışam. Çox yaxşı bişib. Üstündə biraz çatlar əmələ gəlib. Ona görə narahat olmayın. Yumşaq, dadlı, hər kəsin rahatlıqla hazırlaya biləcəyi bir qurabiyə reseptidir. Siz də hazırlayın. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün söz təşəkkürümü bildirirəm. Videomuzu izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, əgər videomuzu yeni izləyirsinizsə, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun.